Hər bir insan öz yurdunun təmsilçisidir. Bəli. Həmişə mən demişəm, bir yerə gələndə o televiziyanı yandırıb və radio qulaq bilirsən ki, bu xalq nə ilə məşğuldur? Ümumiyyətlə musiqiləri nədir? Mətbəxləri nədir? Və yurt deyəndə hər insan öz yurdunun, öz mədəniyyətinin, öz mətbəxinin, öz zarafatının, öz kədərinin, öz şənli günlərinin bir təmsilçisidir. Biz gözəl ənənəyə malik bir xalqıq. Mən uzun illər xaricdə yaşayıb orada dərs demişəm və həmişə İstiqlal marşı, yəni bizim himnimiz çalınanda mənə həm əl uzadıb, söz uzadıb deyirdilər ki, çox zəngin sizin himniniz var. Ondan başlayır hər şey. Həyat gözəldir və sevə-sevə yaşamaq lazımdır. Gülə-gülə yaşamaq lazımdır. Bilirəm, həyat çox çətindir. Elə ona görə də o həyatdır. Həyat dramaturgiyadır. Həyat çox çətindir. Amma onu sevə-sevə yaşamaq lazımdır. Musiqiyə qulaq asmaq lazımdır. İnsan daha da Təkmilləşir sanki. təkmilləşir, xoşbəxt olur. Bəli, bəli. Musiqi ilə yaşayın.